Geldiler xilafın yürüyüşlü quvvəti də bu gədələri düzdüm təpə, özüm başladım. Noha xanlığa yana yana oxuyam. Ya Ali oldun şəhid sən bu gecə. Ya Ali oldun şəhid budur oxuyam. Şiir oxuyam. Gördüm bir dana gədəni. Boynuna ip bağlayıblar. İlk kimin gətirirlər Mətidə. Döndüm dedim bu gədə kimdir? Dedilər noxoşdur. Dedim bu ya nəyə gətirmişsiniz? Apanı döhdüyə. Dedilər haza gözləri koydu. Gətirmişik gözləri atılsın. Dedim gədə iştibah gətirmişsiniz. Buna payadasız göz döhdü. Burada döhdü yoktur ki. Bunu gətirən xanım dedi ki, bəsin nədir İmam Hüseyin nökəyiniz? 2 dənə köy göz atan mısın? Bu zındanın sözü məni tutdu. Zındanın sözü. Dedim gədə düz deyil da. 17 ildir sinəm uymaqdan götümüz atılıbdır. 2 dənə göz atanmıyor. Allah. Qədana paydıla bağladılar, mənbəyin qıtıla. Geldim uşaqlara dedim gədə, 17'li də yalandan sinəm uysan, indi mən ölüm, ürəkdən sinəm uyum. Bu gədənin gözləri atılsın, çıxaq sihtiyaq gedər. Abıyın xətaydən. Yalvan yaxayım, mən ölüm ürəkdən uyum, mən ölüm ürəkdən uyum. 5-10 dəqiqə uyandan hoya, uşaqların birine dedim ki, gədə getgöy o gədənin gözləri atılmayıbdır. Birdən atıla bir izafa bu ya. Gədə getdi, gəldi, dedi diyor, deyi atılmıyor. Uşaqlara yalvardım, mən ölüm 5 dəqiqə ürəkdən buyur. O sihtiyanın gözləri atıldı. Çıxaq gedər. 5 dəqiqədə bunlar buydular. Bir Dubai'ye öldüm gittim bu gədənin yanına. Dedim oğul, mən yayınca bu heyətim. Gözlərin atıldı ya yok. Dedi yok, atılmayıp kulağımı getirip bir söz deyip. Dedim ne deyirsən? Dedi bu ya gələndə bu gözüm astana göyəydi. İndi da tutulubdu.